Sonuncu yığım vasitəsi funksiyasına. Pul heç də həmişə xərcləmək üçün deyil də, həmçinin gələcəkdə səmərəli şəkildə istifadə etmək üçün saxlanılır. Pulun yığım vasitəsi kimi bir neçə xüsusiyyəti var ki, pulu daha rahat saxlamaq və bir yerdən başqa yerə daşımaq digərlərinə, yəni qızıla və daşınmaz əmlaka nisbətən daha rahatdır. Eyni zamanda pulun likvidliyi daha yuxarıdır. Likvidli isə o deməkdir ki, pul istənilən vaxt xərclənə bilər. Həmçinin insanlar pulu gələcək ehtiyacları üçün də saxlayırlar. Yəni belə desək, yastıq altına saxlayırlar. Amma heç də həmişə bu uğurlu olmur. Çünki yüksək inflyasiya dövrlərində pulun alıcılıq qabiliyyəti get-gedə dəyərdən düşür. Buna bir real nümunə olaraq biz göstərə bilərik ki, əvvəllər çörək 30 qəpik idisə, yəni 1 manata 3 dənə çörək ala bilirdinsə, indi çörəyin qiyməti 50-55 qəpikdir. Yəni 1 manata maksimum 2 dənə çörək düşür. Amma bizim manatımız, yəni qiymət olaraq eyni qalıb, amma ona ala biləcəyimiz çörək miqdarı getdikcə aşağı düşür. Bu da yəni ona səbəb olur ki, insanlar getdikcə daha çox investisiyalara etməyə məcburdurlar. İnvestisiyalar da ondan ibarətdir ki, qızıl, daşınmaz əmlak, kripto və sair digər məsələlər.